Zaqatala rayonu Uxov kəndi. Kənd ağsaqqallarından birinin evinin damıdır. Yəni, bu şəkildə qışlamanı həyata keçirirlər. Ona görə də mütəmadi şəkildə 3 gündən, 5 gündən bir çıxıb evlərin dam örtüyündə bu tip onların sığına biləcəyi yerlərə mütəmadi baxış keçirmək lazımdır və daha sonra da onları restoranla, süpürgə ilə bir yerə toplayıb mexaniki üsulla zərərsizləşdirmək lazımdır. Yəni yandırıla da bilər və yaxud suda, qabın içərisində, sabunlu suda saxlanıla da bilər. İnstitusiyada salına bilər. Yəni hər bir üsuldan zərərsizləşdirilə bilər. Yəni nəzərə almaq lazımdır ki, bunlar hava şəraitindən, iqlim amilindən, qidalanmasından asılı olaraq 3-6 dəfə nəsil verə bilirlər və ümumilikdə bir dişi fərd ortalama desək 300 yumurta qoya bilər və bu da bir öldürmədiyimiz dişi qəhvə məmər bağacığının 300 yeni bağacıq əmələ gətirməsi deməkdir. Ona görə də hər bir vətəndaş bu prosesdə aktiv iştirak etməlidir. Öz evlərinin damında, öz evlərindəki yardımçı tikililərdə bu işləri mütəmadi şəkildə düzgün həyata keçirməlidirlər ki, bölgədə yetişdirilən bitkiçilik məhsullarında bağacığın zərəri minimuma endirilsin. Əks təqdirdə bu məhsulların ixrac potensialı azalacaq və biz həmin məhsulları ixrac edə bilməyəcəyik. Bu da ölkə iqtisadiyyatına təsir edir, bölgənin kənd təsərrüfatına təsir edir.